Neftçini ilk üçlükdə olması, yəni əgər Neftçini qane edirsə, bu həqiqətən də çox məyus edici bir şeydir. Neftçi Azərbaycan futbolunun həqiqətən də, yəni belə deyək də, Qarabağ son 10-12 mövsüm bu dana bilmərik ki, ölkə futboluna ambargo qoyub. Amma Neftçi ilk üçün yarışmamalıdır, qardaş. Vallahi olmamalıdır. Neftçi hər oynadığı yerdə, kubokda olsun, çempionatda olsun, mütləq çempionluğu oynamalıdır. Qatılıram, ən yüksək hədəfləri olmalıdır. Neftçi ilə bağlı düşünürəm, Ahmet, bu qədər. Əslində fikirlər çoxdur. Sadəcə son bu, həqiqətən mənə çünki mən Neftçidə olanda, biz Neftçidə böyümüşük də, əsas komandada mən 2 dəfə çempion olmuşam. Vallahi biz ikinci olsaydıq var ha. Yəni, sizə deyim ki, aləm dəyərli bir-birinə. Neftçi nədir, ikinci olmaq nədir? Amma bugün Neftçi ilk üçlükdə belə olmağa, yəni özünə əgər qənaətbəxş sayırsa, yəni bu elə özü bir problemdir.